Salam. Bugün mən sizə ardıcıllıq mövzusunu izah edəcəm. Ardıcıllıq mövzusu adından göründüyü kimi ədədlərin, rəqəmlərin hər hansı bir qanuna uyğunluqla düzülüşünə deyilir. Bunlardan ardıcıllığın bir neçə növü var. Bunlardan biri də say ardıcıllığıdır. Say ardıcıllığı nədir? Say ardıcıllığı iki hissəyə bölünür. Çoxalan ardıcıllıq, azalan ardıcıllıq. Çoxalan ardıcıllıqda əgər ədədlər kiçik rəqəmlərlə çoxalırsa, deməli burada toplamadan istifadə olunur. Yox, böyük rəqəmlərdən çoxalırsa, deməli ki, vurmadan, kvadratlardan və yaxud da kublardan istifadə olunur. Ümumiyyətlə ardıcıllıq mövzusunda kvadratlardan, kublardan çox istifadə olunur. Deməli, 1-dən 20-yə qədər kvadrat ədədləri, 1-dən 10-a qədər kub ədədləri bilsək kifayət edir. Baxaq indi çoxalan ardıcıllığa. Nümunə 1-də bizə belə bir rəqəmlər verilib. 2, 4, 6, 8. Bilirik ki, bunlar cüt ədədlərin ardıcıllığıdır. 8-dən sonra gələn cüt ədədimiz 10 olacaq. Və yaxud da bunları 2-2 artırsaq da elə 8-dən sonra növbəti ədədimiz 10 olmalıdır. Baxırıq nümunə 2-yə. Nümunə 2-də ədədlərimiz görürsünüz, biraz böyük rəqəmlərlə artıb. Deməli, burada vurmadan istifadə olunub. 1-i 4-ə vurub 4, 4-ü 4-ə vurub 16, 16-nı 4-ə vurub 64. Növbəti addımda 64-ü 4-ə vururuq, eləyəcək 256. Deməli, hamısı 4-ə vurmayla artıb. Nümunə 3-ə baxaq. Nümunə 3-də bunlar bizim kub ədədlərimizdir. Yəni 1-in kubu, 2-nin kubu, 3-ün kubu, 4-ün kubu, növbəti sualın yerində olan rəqəmimiz 5-in kubu 125 olacaq. Baxırıq azalan ardıcıllığa. Çoxalan ardıcıllığın əksinə olaraq azalan ardıcıllıqda rəqəmlər azalan sıra ilə düzülür. Əgər rəqəmlərimiz kiçik ədədlərlə azalırsa, burada çıxmadan istifadə olunub. Yox, əgər böyük rəqəmlərlə azalırsa, yenə də bölmədən, kvadratlardan, kublardan istifadə olunur. Nümunə 1-ə baxıram. Deməli, nümunə 1-də 22, 17, 12 və 7 verilir. Bunlar hamısı 5-5 azaldığına görə 7-dən sonra da 5 ədəd azalanda sualın yerində olacaq 2. Nümunə 2-yə baxıram. Burada bizə verilir 240, 48, 12, 4. Deməli, 240-dan 48-i necə alaram? Əgər 240-ı 5-ə bölsəm, alaram 48-i. 48-i 4-ə bölsəm, alaram 12-ni. 12-ni 3-ə bölsəm, eləyər 4. Deməli, növbəti addımda mən 4-ü 2-yə bölməliyəm və sualın yerində cavab olacaq 2. 2-ni də 1-ə bölsəm, cavabımız eləyir 2. Buradakı qanuna uyğunluğu deməli ki, düz tapmışıq. İndi növbəti nümunə 3-ə baxıram. Nümunə 3-dəki ədədlərimiz bizim kub ədədlərimizdir. Yəni 512 8-in kubudur, 343 7-nin kubudur, 216 6-nın kubudur, 125 5-in kubudur. Baxırsınız, rəqəmlərimiz azalan sırayla düzülür və növbəti kub ədədimiz 4-ün kubu 64 olacaq. Deməli, növbəti bir ardıcıllığın növünə baxıram. Bu, məsafəli ardıcıllıq və yaxud da intervalla ardıcıllıq adlanır. Belə ardıcıllıqlarda əgər 2 dənə yanaşı eyni rəqəm görülürsə və yaxud da yanaşı 2 dənə sual işarəsi görülürsə, bunlara intervalla və yaxud da məsafəli baxırıq. Intervalla ardıcıllıq necə olur? Baxın, bir dənədən bir işarələyirəm. Belə daha rahat olur, yəni işarələyəndə cavabı tapmaq daha rahat olur. Baxın, 3-dən 5-ə 2 artdı, 5-dən 7-yə 2 artdı, 7-dən 9-a yenə 2 artdı. Deməli ki, ardıcıllığımız 2 arta davam edir. 13-ün üzərinə 2 gələndə növbəti sualımızın yerində cavabımız 15 olacaq. İndi digər tərəfdən baxıram. 2-dən 3-ə 1 artdı, 3-dən 6-ya 3 artdı, 6-dan 11-ə 5 artır, 11-dən 18-ə 7 artır. Görürsünüz, bunlar hamısı tək ədədlərin ardıcıllığıdır. İndi növbəti 7-dən sonra 18-in üzərinə 9 gəlməliyəm. Buradakı sualın yerində də cavabımız olacaq 27. Bəzən olur ki, tələbələr cavabları düz tapır, amma variantlarda yerlərini səhv götürür. Ona görə biz düz götürməliyik 27 və 15. Cavabımız eləyir C variantı. Baxırıq növbəti nümunəmizə. Burada da görürsünüz, bizə ən sonda A və B ədədlərini verir. Bu hər
hərflərin yerində təxmin edin ki, sual işarəsi var. Ona görə yenə də 2 dənə ardıcıl sual işarəsi olduğuna görə mən bu testdə məsafəli və yaxud da dediyim kimi intervalla baxıram. 3-dən 16-ya, 16-dan 51-ə, 51-dən 104-ə, 104-dən növbəti B ədədinə. 3-dən 16-ya necə artır və yaxud da 16-dan 51-ə necə artır? 16-dan 51-i necə ala bilərəm? 16-nı 3-ə vurub üzərinə 3 gəlsəm. 51-dən 104-ü necə ala bilərəm? 2-yə vurub üzərinə 2 gəlsəm. Deməli ki, onda birinci tərəfdə olacaq, vur 4, üstə gəl 4. Yəni 3-ü 4-ə vururuq 12, üzərinə 4 gəlir, elir 16. 16-nı 3-ə vurur 48, üzərinə 3 gəlir 51. Növbəti A-nın yerindəki ədədi tapmağı üçün 104-ü 1-ə vurub, üzərinə 1 gəlməliyəm. Deməli, A olacaq bizdə 105. İndi B-ni tapmalıyam. 3-dən 6-ya, 6-dan 14-ə, 14-dən 45-ə. İndi yuxarı tərəfdə çoxdan aza doğru azalırdı. İndi azdan çoxa doğru ədədlərimiz artacaq. 5-i 1-ə vurur, üzərinə 1 gəlir. 6-nı 2-yə vurur, üzərinə 2 gəlir. 14-ü 3-ə vurur, üzərinə 3 gəlir. Növbəti addımda B-ni tapmaq üçün 45-i 4-ə vurub, üzərinə 4 gəlməliyik. 45-i də 4-ə vursaq, eləyir 180, üzərinə də 4 gəlsəm, eləyir 184. Bizdən də AB-nin cəmi soruşur. 184 ilə də 105-i toplayaram, cavab eləyir 289. Yəni Y variantı. Baxırıq növbəti bir ardıcıllıq növünə. Ardıcıllığı, yəni qanuna uyğunluğu pozan ədədin tapılması. İmtahanlarda bəzən belə suallardan da istifadə olunur. Əgər bizdən qanuna uyğunluğu pozan ədədi soruşursa, deməli ki, şərtində mütləq yazacaq. Yox, əgər ola bilər ki, yazmasa, siz də diqqətli olun. Əgər qanuna uyğunluğu pozan ədədi axtarırıqsa, orada testimizdə sual işarəsi olmur. Və diqqətlə baxırsınız, sual işarəsi yoxdursa əgər, deməli ki, bizdən qanuna uyğunluğu pozan ədədi soruşur. İndi baxıram, 3-dən 6-ya necə artıb? 2-yə vurub, 6-dan 12-yə yenə 6-nı 2-yə vurub, 12-ni 2-yə vurub, 24. 24-ü 2-yə vuranda burada 48 olmalıydı. Amma görürsünüz, bizdə 36 yazıb. Deməli, 36 səhvdir. Bizim qanuna uyğunluğumuzu pozan ədəd 36-dır. Deməli, bunun yerində 48 olmalıydı. 48-i də 2-yə vuranda həqiqətən də 96 edir. İndi baxırıq nümunə 2-yə. Nümunə 2-də belə bir ardıcıllıq verib, bizdən soruşur ki, bu ardıcıllığı hansı ədəd pozur? İndi mən burada 15-dən sağa doğru olan ədədlərə baxıram. 15-in ədədləri, yəni 15 ədədinin rəqəmləri 1 ilə 5-dir. 1 ilə 5-i toplayıram, elir 6. Gəlirəm 15-in üzərinə alıram 21-i. 21-in rəqəmləri cəmi 3 elir, yəni 2 ilə 1-i toplayıram 3. Gəlirəm 21-in üzərinə elir 24. 24-ün rəqəmləri cəmi 6 edir. Gəlirəm 24-ün üzərinə edir 30. Deməli ki, qanuna uyğunluğumuz bu qaydadadır. Ədədin rəqəmlərinin cəmi həmin ədədin üzərinə gəlirik. Baxın, sonda da 39-un rəqəmləri cəmi edir 12, 39-un üzərinə gələndə edir 51. İndi baxın, deməli bizdə bir qayda var. 1-dən 9-a qədər olan rəqəmlərdə həmin rəqəmin ədədləri cəmi elə özüdür. Yəni, burada 6-nın rəqəmləri cəmi elə 6 özü eləyəcək. 6-nın üzərinə gələndə 12 yazmalıydılar. Amma burada 9 yazıldığına görə, deməli ki, 9 bizim qanuna uyğunluğumuzu pozur. Ona görə də cavabımız səhv olan ədədimiz 9 B variantı olacaq. Növbəti bir ardıcıllığımız bu Fibonacci ardıcıllığı adlanır. Fibonacci nədir? Özündən əvvəlki 2 ədədin toplanması və yaxud da hasili. Nümunə 1-də həmin ədədlərin toplanması verilibdir. Baxaq, deməli 1 ilə 1-i toplayıram, eləyir 2. Yəni özündən əvvəlki 2 ədədin toplanması. 2 ilə 1-i toplayıram 3. 3 ilə 2-ni toplayıram 5. 3 ilə 5-i toplayıram 8. Sualın yerindəki ədədi tapmaq üçün 8 ilə 13-ü toplayıram, cavab eləyəcək 21. Nümunə 2-də Fibonacci ardıcıllığının vuruqla olan formasıdır, yəni vurma ilə olan formasıdır. Deməli, 1-i 2-yə vururam 2, 2-ni 2-yə vururam 4, 4-ü 2-yə vururam 8, sualın yerindəki ədədi tapmaq üçün 8-i 32-yə vururam, cavab edir 256. Yəni, Fibonacci həm vurma, həm də toplama qaydasında ola bilər.
Baxaq növbəti ardıcıllığımıza. Bu ardıcıllıq növü də imtahanlarda çox istifadə olunur. Yəni qəbullara mütləq bir dənəsi düşür. Bunları necə həll edirik? Deməli, bizə 4 dənə ardıcıllıq verilir. Bunlardan 3-ü məlumdur. Birini saxlayıb onu variantlardan biz seçməliyik. 1 ilə 2 arasındakı qanuna uyğunluğu tapıb 3 ilə 4-ə tətbiq eləməliyik. İndi baxıram birinci sıraya. 3-dən 6 alıb. Deməli, 3-ü 2-yə vurub. Sonra üzərinə 1 gəlib. Yəni 6-dan 7 alıb. 7-ni 2-yə vurub. 14, üzərinə 1 gəlib. Qanuna uyğunluğu tapıram ki, vur 2, üstəgəl 1-dir. Yəni, birinci sıradakı qanuna uyğunluğumuz bu qaydadadır. Vur 2, üstəgəl 1. Keçirəm ikinci sıraya. İkinci sırada qanuna uyğunluğumuz necədir? 5-dən 10 alıb. Deməli, vurub 2-yə. 10-dan 9-u necə alıb? Çıxıb 1-i. 9-dan 18-i vurub 2-yə. 18-dən 17 alıb, çıxıb 1-i. Deməli, qanuna uyğunluğumuz bu qaydadadır. Vur 2, çıx 1. İndi baxın, 2 olduğu kimi qaldı. Vurma da olduğu kimi qaldı. 1 rəqəmimizdə olduğu kimi qaldı. Sadəcə toplama çıxma oldu. İndi keçirəm 3-cü sıraya. 3-cü sırada 2-dən 4-ü necə alır? Vurur 2-yə. Yazıram, vur 2. 4-dən 6-nı necə alır? Üzərinə 2 gəlir. 6-nı 2-yə vurur 12. Üzərinə 2 gəlir 14. Deməli, qanuna uyğunluğumuz bu qaydadadır. Vur 2, üstəgəl 2. İndi dedik ki, biz vur 2 olduğu kimi qalır yuxarıda. Birinci sırada, ikinci sırada baxırsınız, vur 2 olduğu kimi qaldı. İndi toplama çıxma olduğuna görə mən də toplamanı çıxma yazıram və rəqəmim də olduğu kimi qaldı. Variantlarda vur 2, çıx 2 axtarmalıyam. Baxıram variantlara, o da düz gəlir A variantında. Baxın, 11-i 2-yə vurur, 22, 2 çıxır 20. 2-yə vurur 40, 2 çıxır 38. Deməli, düzgün cavabımız olur A variantı. Bir dənə də ardıcıllığa baxaq. Bu da eyni qaydadadır. Biraz daha çətinləşmiş formasıdır. 16-dan 32 alır. Deməli, vurur 2-yə. 32-dən 8-i necə alır? Bölür 4-ə. İkinci sıraya baxıram. 8-dən 6 alır. Yəni, 2 çıxır. 6-dan 10-u necə alır? Üzərinə 4 gəlir. Baxın qanuna uyğunluğumuza. Vur 2, böl 4. Deməli, ikincidə də çıx 2, üstəgəl 4 oldu. Rəqəmlərimiz olduğu kimi qalıb. Vurma, çıxma oldu. Bölmə, toplama oldu. Sadəcə burada riyazi əməllərimiz dəyişir. İndi baxıram 3-cü sıraya. 10-dan 40 alıb. Vur 4. 40-dan 20-ni necə alıb? Bölüb 2-yə. Dedik ki, rəqəmlərimiz olduğu kimi qalır. 4 ilə 2-ni olduğu kimi yazıram. Vurma bizdə necə dəyişdi? Oldu çıxma. Bölmə də oldu toplama. İndi mən variantlarda çıx 4, üstəgəl 2 olan variantı tapmalıyam. Baxıram, o da C variantında verilib. Çıx 4, üstəgəl 2, yəni 20-dən 4 çıxır 16. 16-nın üzərinə 2 gəlir 18. 18-dən 4 çıxır 14, üzərinə 2 gəlir 16. Yəni, bu qanuna uyğunluğumuzu da bu qaydada tapıb həll edirik. Bir də baxıram sıra izləmələrinə. Sıra izləmələri hərflərin hər hansı bir qanuna uyğunluqla düzülüşüdür. Burada boş yerlərdə yazılmalı olan hərfləri tapıb sıralamanı yazmalıyam. Deməli, baxıram ki, birinci A hərfi verilib. A hərfindən 1 dənədir. Sonra B hərfi verilib. B hərfindən 2 dənədir. Deməli, növbəti olacaq 3 dənə C hərfi. Sonra 4 dənə D hərfi, 5 dənə Y və 6 dənə də F hərfi. Boşluqlara hansı hərfləri yazdımsa, o hərfləri variantlardan seçib düzgün cavabı tapıram. O da D variantıdır. Deməli, cavabımız olacaq C və D hərfləri. Baxıram məsələ formasında olan ardıcıllıq növünə. Bu ardıcıllıqlardan da qəbullarda istifadə olunur. Deməli, bizə nə soruşur? Samir dəftərdə ardıcıl olaraq 111 dəfə məntiq sözünü yazır. Burada bu 111 dəfə bizə lazım deyil. Neçə dəfə yazmağından asılı olmayaraq biz o rəqəmdən istifadə eləmirik. Bizə lazımdır verilən sözün hərf sayıları. Mən burada məntiq sözündən istifadə eləmişəm. Bu sözün yerində fərqli formada çox hərfli sözlər, az hərfli sözlərdən də istifadə oluna bilər. İndi məntiq sözü bizdə 6 hərflidir. Və soruşur ki, Samirin dəftərə yazdığı 121-ci hərf hansıdır? Nə edirik? 121-i məntiq sözünün hərf sayına, yəni 6-ya bölürəm. 121-in içərisində 6 20 dəfədir. Bu da eləyir 120, bizdə qalır 1.
Bizə əsasən qalıq lazımdır. Bir qalıq qaldığına görə baxıram məntiq sözündəki birinci hərf hansıdır? O da M hərfidir. Yox, əgər burada 121 yox, 124 soruşsaydı, deməli bizdə 4 qalıq qalacaqdı. Məntiq sözünün 4-cü hərfini sayıram, o da düşür T hərfinə. Yəni bu qaydada həll edirik. Neçə qalıq qalırsa, o sayda da məntiq sözündəki hərfləri sayıb cavab olaraq götürürəm.